Salam uşaqlar, hər vaxtınız xeyir. Hamının axtardığı, mən çünki bir-iki müəllimin TikTok hesabında olsun, orada görmüşdüm ki, bu testlər paylaşılır. Hər kəs yazmışdı ki, cavablarını istəyirik və nəhayət mən bugün çəkib və elə indicə paylaşacağım. 6-cı sinif monitorinqidir. Baxaq, sınaq monitorinqidir bunlar. Riyaziyyat. Əlbəttə ki, riyaziyyatdır. Başlayırıq. Deyək ki, koordinat oxunda Y nöqtəsindən 5 vahid sağda yerləşən nöqtəyə əks olan nöqtə hansıdır? Baxırıq ki, Y nöqtəsindən 5 vahid sağda yerləşəndir. 5 vahid sağda yerləşmək nə deməkdir? Y nöqtəsi -2-dir. 5 vahid sağda deməlik ki, üstə gəlinsin 5. Biz bilirik ki, böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Edir 3. 3-ü tapıb götürüb B bəndi yazmayın. Deyir, yerləşən nöqtəyə əks olan nöqtə hansıdır? Əks olan 3-ün əksi -3 olduğuna görə variant D variantı. 27-ci sual. 27-ci sual. 27-ci sual biraz qarışıq sualdır. Nətər qarışıq sualdır? İndi hər ikisini izah eləyəcəm sizə. Deyir ki, şəkildə gördüyünüz şarlar eyni vaxtda göyə buraxılsa, ən yüngül olanı daha tez göyə qalxar. Biz burada bilirik ki, ən yüngül olan -7, yəni bənövşə idi. Sonra deyir ki, hər bir şarın üzərindəki ədədləri artan sıra ilə düzsək. Gəlin artan sıra ilə düzək. Artan sıra ilə biz düzdüyümüz zaman gedir -7, -4, -2, 3, 5, 8. Rənglərində yazıram. -7 bənövşə idi. -4 sarıdır. -2 qırmızıdır. 3 mavidir. 5 narıncıdır. 8 də yaşıldır. İndi diqqət elə. Ən ağır və ən yüngül şarı tapmaq mümkündür. Bizim ən ağırımız 8-dir. Ən yüngülümüz -7-dir. Bununla bağlı deyir, doğru fikirləri müəyyən elə. Bu şəkildə olanda, gəl doğru fikirlərə baxaq. Deyir, ən yüngül şarın üzərində -4 yazılmışdır. Xeyr, -4 deyil. Bax, bu cədvələ görə deyirəm. İndi başqa cür sizə göstərəcəm nə demək istəyirəm mən. Ən yüngül şarın üzərində -4 yazılıb. Xeyr, yazılmayıb. Bir səhvdir. Ən ağır şarın üzərində 8 yazılmışdır. 2 doğrudur. Qırmızı şar sarı şardan ağırdır. Qırmızı şar deyir ki, sarı şardan ağırdır. Əlbəttə ki, -2 -4-dən böyükdür. 3 də doğrudur. Yaşıl şar, mavi şardan yüngüldür. Yaşıl mavidən yüngüldür. Bu səhvdir. Narıncı şar bənövşəyi şardan ağırdır. Narıncı bənövşəyidən ağırdır. Əlbəttə ki, 5 -7-dən böyükdür. 5 də düzdür. İndi gəlirik nəyə? Əgər bizdə burada deyir, göyə buraxılsa, buraxılıb gedibsə, -7 götürülməyəcək. Çünki burada onu yazmır. Başa düşdünüz? Doğru fikir yalnız 2, 3, 5'dir burada. Əgər bu ifadəyə əsasən. Amma desək ki, buraxılıb gedib, ondan sonra yerdə qalan şarları müzakirə eləyin desə, o zaman 2, 3 düzdür. Başa düşdünüz necə? 2, 3-ü gəlin sizə deyim necə. Ən yüngül şarın üzərində, heç onda da başqa cavab alınır əslində. Bax, ən yüngül şarın üzərində -4 yazılıb. Bəli, -7 buradan silinəndə ən yüngül şarımız -4'dür. Ən ağır şarın üzərində 8 yazılıb. Bu da doğrudur. Qırmızı şar sarı şardan ağırdır. Qırmızı sarıdan ağırdır. Bu da doğrudur. Yaşıl şar mavi şardan yüngüldür. Yaşıl mavidən yüngüldür. Bu səhvdir onsuz da. Narıncı şar bənövşəyi şardan ağırdır. Narıncı var. Burada bənövşəyi olmadığına görə 1, 2, 3. Yəni bu sual biraz qarışıq sualdır. Ona görə inşallah ki bunu məsələn çünki məktəblərdə işlədiblər, bunu doğru götürərlər. Suala başqa 2 cür yanaşmışam. Birin bənövşənin yuxarı qalxdığı deyir ki, çünki göyə buraxılsa deyir. Buraxılıbsa bu gedib. Gedibsə bu 5 dənə ilə müqayisə eləyəndə 1, 2, 3 doğrudur. Getməyəndə də 2, 3, 5 doğrudur. Yəni tam cavab burada yoxdur. Başa düşdünüz? Ümid edirəm ki, geniş şəkildə mən sizə izah elədim. İndi isə keçək 28-ci tapşırığa. Deyir, şəkildə bağın 1/20 mil miqyasla çəkilmiş planı verilmişdir. Bağın həqiqi sahəsini tapın.
28'də 20.000 miqyasla biz bilirik ki 20.000 bizə santimetrdən verilir. Metrə çevirdiyimiz zaman 100-ə böləcək, eləyəcək 200 metr. Eni ilə uzunluğunu tapdığımız zaman 200-ü 2-yə vurduğumuz zaman 400, 200-ü 4-ə vurduğumuz zaman uzunluğumuz da edəcək 800. Sahəni də tapdığımız zaman 400-ü 800-ə vurduğumuzda edəcək 320.000. 320.000 metrin kvadratı. Yəni C o görünmürmüş ki. C bəndi. Bu şəkildə. Sonra 29. 29-cu misal. Verilən miqyasda deyir, boş xanaya hansı ədəd yazıla bilməz. Hansı ədəd yazıla bilməz? Deməli, -3 yazıla bilməz. Niyə? -3 də moduldan 3 çıxacaq. 3 kiçikdir. 3 olmaz axı. 3 3-ə bərabərdir. Ona görə də A variantı. 30-cu sualımız. İfadənin deyir qiymətini tapın. -2-nin kubu çıxılsın -4 üstə gələk 7-nin kvadratı üstə gəlsin -9-un kvadratı bərabərdir. Biz bilirik ki, mötərizənin içərisində mənfi varsa, üstü tək ədəddirsə, cavabımız elə -8 olacaq. Çıxılsın -4-ün üstünə 7 gəldiyimiz zaman deməli edəcək 3, 3-ün kvadratı edəcək 9. Üstə gəlinsin -9 cüt ədəddir kvadratı. Ona görə olacaq 81. -8-dən 9-u çıxdığımız zaman -17 üstə gələk 81. Bu da bərabərdir müsbət 64-ə. Variant olaraq da C variantı. Keçdik 31-ci suala. Verilən ədədlərin ədəd ortasını tapın. Ədəd orta o deməkdir ki, verilən ədədləri toplayırıq və ədədlərin sayına bölürük. 1, 2, 3, 4, 5. Biz burada 5-ə böləcəyik. -13 üstə gələk -7, üstə gələk -26, üstə gələk 35, üstə gələk 41 bölünsün 5-ə. 5'e böldüğümüz zaman bunu toplayanda edir 30 bölünsün 5. O da bərabərdir 6'ya. Variant olarak B variantı. 32. sualımız. Bu suallar demək olar ki, iş dəftərində yazılan suallardır. Məsələn, bu birinci hissənin, ikinci hissə təlini qurmaqla məsələ həllində olan 7-ci və 9-cu sualdır. Sadəcə qiymətləri və ya sözləri dəyişir. İndi göstərəcəm necə. Birinci və ikinci qutudan söhbət gedir. Deyir ki, 2 dənə qutuda bərabər sayda muncuq var. Bilirik nə qədərdir? Yox, bilmirik. Ona görə x-i qeyd elədik. Sonra deyir ki, birinci qutudan ikinciyə 12 muncuq qoysaq. Əgər mən birincidən 12-ciyə 12 dənə vermişəmsə muncuğu, deməli buradan 12 dənə çıxmalıdır da. Mən 5 dənə qələmim var. Sənə 2 dənə verirəmsə, səndə də deyəsən məsələn 3 dənə qələm var. Mən sənə 2 dənə qələm verir, sənin qələmin artır, mənim qələmim azalır. Yəni məndən çıxdığı zaman səndə daxil olur. Ona görə x minus 12, x plus 12 yazırıq. Deyir, birincidə ikincidən 3 dəfə azdır. Birincidə ikincidən 3 dəfə az olduğu zaman sən burada bölüb 3 də yaza bilərsən. Eyni şeyə gətirəsən. Vurub 3 də yaza bilərsən. Bölüb dediyinə görə sizə daha rahat olsun deyə belə bu şəkildə göstərim. Yəni x minus 12 bərabərdir. Deməli, x plus 12 bölünsün 3'ə. Çarpaz vurulduğu zaman 3x çıxılsın 36 bərabərdir x plus 12. 2x bərabərdir 48'ə. X də bərabərdir 24'ə. Burada deyir ki, hər qutuda əvvəl neçə dənə muncuq var idi? 24 dənə variant B variantı. 33-cü sualımız. Deyir ki, soyuducunun qiyməti 1200 manatdır. Onun qiyməti əvvəlcə 25% endirildi. 25% endirilmək, 25 çıxmaq, yəni 75% deməkdir. Bunu da çevirdiyimiz zaman olur 0'dan %75. Bunun qiyməti əvvəlcə bu qədər endirildi. Yəni 1200'ü biz vurarıq 0.75'ə. Taparıq ki, bu endirilib 900 manat olub. Sonra deyir ki, daha sonra 15% qalxdı. Yəni 100'ün üstünə 15 gəldiyim zaman 115%, bu da edir 1.15. Həmən bu 900 manatı 1.15'ə, yəni deyir ki, 900 manatı bir də qaldırıb da, yəni olur 1035 manat. Deyir, soyuducunun son qiyməti ilkin qiyməti ilə müqayisədə neçə faiz dəyişdi? İlkin qiymətimiz 1200 idi. Son qiymətimiz nə oldu? 1035 manat oldu. Çıxdığımız zaman oldu 165 manat. Yəni 165 manat bu azalıb. Yəni ilkin məbləğdən 165 manat azalıb. Bunu da faiz tapdığımız zaman 1200'ə bölüb 100'ə vuranda edir 13.75 faiz azaldı.
Deməli, mənim 1200-üm 13.75% azalıb. Variant olaraq B variantı. Deməli, 34 ilə davam edək. Deyir ki, 5-in kvadratı çıxılsın 2 üstü 4-ün kvadratı, üstə gəlsin 3 bölü 4, vurulsun 4-ün kvadratı. 5-in kvadratı biz bilirik ki 25-dir. 2 üstü 4 16-dır. Kvadratı üstə gəlir 3 bölünsün 4, vurulsun 4-ün kvadratı 16. Bərabərdir. 25-dən 16-nı çıxdığımız zaman 9-un kvadratı, üstə gəlinsə 16 ilə 4 ixtisar getdiyi zaman 4 qalır. 3-ü 4-ə vuranda 12 edir. Yəni 81 üstə gələk 12 bərabərdir 93-ə. Variant olaraq B variantı. Özüm geniş yazıram ki, hər birinin hardan alındığını sizə daha rahat olsun. X və Y tərs mütənasib olduğunu nəzərə alaraq asıllıq qrafiki hansı nöqtədən keçə bilməz? Tərs mütənasib asıllıdırsa, deməli mənim düsturum tərs mütənasibliğince K bölünsün X-dir. Axı biz hər zaman K mütənasiblik əmsalından yola çıxırıq. K mütənasiblik əmsalda bərabərdir X vurulsun Y-ə. Yəni tərs mütənasib asılılıqda mənim hasilim sabit olmalıdır. Yəni X ilə Y-i bir-birinə vurduğum zaman eyni cavabı K-nı almalıyam. Baxaq görək. 12-ni 2-yə vurduğumuz zaman 24. 8-i 3-ə vurduğumuz zaman 24. 6-nı 4-ə vurduğumuz zaman 24. Mən cavablarda hansı keçə bilməzi soruşur dediyinə görə. 1-i 24-ə vuranda 24. 3-ü 8-ə vurduğumuz zaman 24. 8-i 3-ə vurduğumuz zaman 24. 5-i 2-yə vurduğumuz zaman 10 edir. Ona görə variantımız D. Keçə bilməzi soruşduğuna görə D variantı. 36. Deyir ki, verilən ifadə ilə bağlı səhv fikri müəyyən edin. Əbob A1 bərabərdir 1. Əbob A1-in 1 olmağından ötürü deməli əbobumuz, bu A1-imiz qarşılıqlı sadə ədədlərdir. Yazıram bura qarşılıqlı sadə ədədlər. Yəni qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, əkobu onların hasilinə bərabərdir. Burada isə əbobdan söhbət gedir. A və B ədədləri ardıcıl natural ədədlərdir. Bəli, A və B ədədləri ardıcıl natural ədədlərdirsə, deməli bunlar qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlər biz nə deyirik? Yalnız bir böləni olmalıdır da, yəni bir ortağı olmalıdır. Yəni ancaq böləni belə deyək, ancaq 1 olmalıdır. 2 ilə 3 məsələn deyək ki, ardıcıl natural ədəd götürək. 2 ilə 3-ün ortaq böləni ancaq 1-dir. Ona görə bu qarşılıqlı sadə ədədlərdir. Əbobu da 1-ə bərabərdir. A və B ədədləri ardıcıl natural tək ədədlərdir. Bəli, 3, 5, 7, 11 məsələn, 7, 9 bu şəkildə ardıcıl natural tək ədədlər deməli sadə ədədlərdir. A və B ədədləri ardıcıl natural cüt ədədlərdir. Xeyr, cüt ədədlər ola bilməz. 4 ilə 8 məsələn, ya 4 ilə 6-nın ortaq vuruğu həm 2-dir, həm 2-dir. Deməli bunlar mürəkkəb ədəddir. Mürəkkəb ədədlər də olduğuna görə bunları biz qarşılıqlı sadə ədəd götürə bilmərik. Ona görə variantımız 36-da C alınır. 37-ci sualımız. Deyir ki, ifadələrə əsasən Y məhculunu tapın. Yazaq əkob X 14, 28'dir. Əkob X, Y vurulsun. Əbob X, Y 448'dir. 28'i sadə vuruqlara ayıraq. 2'yə böldüyümüz zaman 14, 2'yə böləndə 7, 7, 1. Yəni biz 28'in bölənlərindən yola çıxacaq. Necə? Deyək ki, 28'in bölənləri 1-dir, 2-dir, 7-dir, 4-dür, 14-dür, bir də 28-dir. Həmən bu ifadədə, yəni mən gətirib yazaram ki, X-in deyək ki, 1-2 alınmayacaq, onsa 4-dən yola çıxaq. X-in 4 olan qiymətində mən yazaram ki, 4 vurulsun Y bu ifadələrə əsasən bərabərdir 448-ə. Çünki əkobla əbobun XY, X-də XY-dirsə, o zaman hasilləri bunların cavabına bərabər olmalıdır. Yəni bir-birinə vuranda eyni cavab alınmalıdır. O zaman mən X-in yerinə gətirib 4 yazarım. X-in yerinə 4 yazanda Y bərabərdir 448-i 4-ə böldüyümüz zaman 112 edir. Baxırıq ki, Y-in 112 olan qiyməti burada yoxdur. Keçirik 14-ə. X bərabərdir 14 olanda 14 vurulsun Y bərabərdir 448-ə. Y də bərabərdir 32-yə. Deməli 32 ilə burada var imiş. Deməli Y-imiz 32-dir. 112 olsaydı 112 götürərdik. Cavablara əsasən biz baxırıq deyə 32 götürülür bu şəkildə.
Keçdik 38'e daha doğrusu. 38 deyir. 16% 8 kilogram olan torbanın 10% neçə kiloqramdır? Deməli, faizə görə ədədin tapılmasıdır. Mən faizə görə ədədi tapdığım zaman 8-i vuraram 100-ə, bölərəm 16-ya. Bərabər edər bu 50 kiloqram. İndi 50-nin mən 10%-ni tapmalıyam. Deməli, 50-ni vuraram 10-a, bölərəm 100-ə. Bu da edər 5 kiloqram. Variant C variantı. Növbəti 39. 39 biraz uzundur. Ancaq məntiqlə yola çıxıb davam edirik. Deyir, 6 sadə natural ədəd verilmişdir. Bu ədədlərdən 5-i ən kiçik ədəddən uyğun olaraq 2, 6, 12, 18, 20 vahid böyükdür. Bu ədədlərdən ən kiçiyi aşağıdakılardan hansıdır? Belə deyək, siz istədiyiniz sırayla 6 dənə sadə ədəd götürə bilərsiniz. Amma bizə aşağıdakılardan söhbət getdiyi üçün, yəni bu 3, 7, 5, 11-dən yola çıxacaq. 3, 5, 7, 11. Yəni variantlardan yola çıxacaq. Yenə təkrar edirəm. Siz istəsəniz 2, 3, 5, 7, 11, 13 bu şəkildə davam elətdirə bilərsiniz. İstədiyinizi seçə bilərsiniz. Amma bizdə söhbət ən kiçiyinin aşağıdakılardan hansının getdiyinə görə variantlarla tapmaq sizə daha rahatdır. Sonra deyir ki, 2, 6, 12, 18, 20 vahid böyükdür. Yəni böyükdür nə deməkdir? Üstünə gəlmək deməkdir də. İndi mən başlayıb hər birin ayrı-ayrılıqda götürüb bunların üzərinə gəlirəm. Yəni 3-ün üstünə 2 gəldiyim zaman 5 edir, doğrudur. 3-ün üstünə 6 gəldiyim zaman 9 edir. Yəni sadə ədəd tapmalıyam ha yenə mən. 9 sadə ədəd deyil, mürəkkəbdir. Deməli 3 olmayacaq. Keçdik 5-ə. 5-in üstünə 2 gələndə 7 edir. 5-in üstünə 6 gəldiyimiz zaman 11 edir. 5-in üstünə 12 gəldiyimiz zaman 17 edir. 5-in üstünə 18 gəldiyimiz zaman deməli edir 23. 5-in üstünə 20 gəldiyimiz zaman edir 25. Baxırıq ki, 25 sadə ədəd deyil, mürəkkəb ədəddir, ona görə 5 də olmaz. Keçdik 7-yə. 7-nin üstünə 2 gəldiyimiz zaman edəcək 9. 7-nin üstünə 6 gəldiyimiz zaman edəcək 13. Baxırıq ki, 7-nin üstünə 2 gəlir 9 edir. 9 mürəkkəb ədəddir, ona görə 7 də olmaz. Qaldı 11. 11 üstə gələk 2 bərabərdir 13. 11-in üstünə 6 gəldiyimiz zaman 17. Üstə 12 gəldiyimiz zaman 23. 18 gəldiyimiz zaman 29, 20 gəldiyimiz zaman 31. Hamısı fikir versə sadə ədədlərdir. Ona görə də elə ən kiçiyi D variantı 11 oldu. Bax bu şəkildə. Keçdik 40-cı tapşırığımıza. 40-cı tapşırıqda nə deyir? Bax bu da birinci hissədədir. Səhv eləmirəmsə birinci hissə iş dəftərində. Səhifəsi yadımdan çıxıb, bu səhifənin elə bir ki, bu tərəfində 4-cü ya 5-ci səhv eləmirəmsə, ya da 7-ci sualdır. Yəni hamısı demək olar ki, iş dəftərlərindən, yəni işlədiyimiz şeylərdən də fərqli bir testlər yoxdur. Ona görə də inşallah həm bizim paylaşdığımız misallara baxaraq, mən Landaudan da, Yeni nəşrindən də paylaşıram. Onlara baxaraq, inşallah ki, yaxşı nəticə əldə eləyərsiniz və mənə rəylərdə yazaraq bildirərsiniz. Ən böyük uğurum sizin uğur qazanmağınızdır. Onu da çox sevinərəm əlbəttə ki. Deyir ki, Leyla kakaolu süd hazırlamaq istəyir. Onun süd kakao nisbəti cədvəldə verilib. Leyla 4 dostunun hər birinə 2 stəkan kakaolu süd hazırlasa, 4 dənə dostunun hər birinə 2 dənə stəkan kakaolu süd hazırlayırsa, ona cəmi neçə qaşıq kakao lazımdır? Bax, bir stəkan sütə, kakaolu südə 2 stəkan süd gedir, 6 qaşıq da kakao gedir. O zaman 4 dənə dostunun hər birinə 2 stəkan hazırlayırsa, 4-ü vuraram 2-yə, eləyər 8 stəkan süd. 4-ü vuraram 6-ya, edər 24 qaşıq kakao. Deməli, 24 qaşıq kakao lazım imiş. 41-ci sual. Görünür 41. Bu şəkildə qoyum ki, daha aydın görəsiniz. 41 deyir ki, çəndəki suyun 12 litri. Çəndəki suyun 12 litri istifadə olundu. Çəndə 60 litrim var. 12 litr suyum istifadə olundu. Qaldı 48 litr. Deyir, istifadə olunan suyun miqdarı. İstifadə olunan 12 litrdir.
Suyun miqdarı qalan suyun miqdarına nisbəti. Qalan suyun miqdarı da 48 litrdir. Nisbəti deyir hansı variantda doğru verilməyib. Bu nə deməkdir? Yəni mən 12-nin 48 ekvivalent nisbətlər tapmalıyam da. Gəlin birinci hər tərəfi 2-yə bölək. İndi mən sizə göstərəcəm hamısını. Böldüyüm zaman göstərəcəm. 12-ni 2-yə böldüyüm zaman 6, 48-i 2-yə böldüyüm zaman deməli 24. Yenə gəlin hər tərəfin 2-yə bölək. 6-nı 2-yə böldüyümüz zaman 3, 24-ü 2-yə böldüyümüz zaman 12. Hər tərəfi yenə 3-ə bölək. 3-ü 3-ə böldüyümüz zaman 1, 12-ni 3-ə böldüyümüz zaman 4. İndi baxıram burada cavablar 12, 48 özü var. 3 ilə 12 var. 2 ilə 8 də ola bilər. Necə? İndi göstərim. Hər tərəfini 6-ya bölərəm. 12 ilə 48-in hər tərəfini 6-ya bölərəm. 12-ni 6-ya böldüyüm zaman 2 edəcək. 48-i 6-ya böldüyüm zaman deməli 8 edəcək. Fikir versəz 2, 8 nisbəti də var. 12, 48 nisbəti də var. 3, 12 nisbəti də, yəni bu 12, 48-ə bərabər olan nisbətdir. 1, 5 nisbəti isə yoxdur. Ona görə variantımız C variantı. Və bu 42-ci sualda. Səhv eləmirəmsə nisbətlər mövzusundadır. 8-ci, 7-ci misallı səhifəsi ilə təəssüf ki, yadımda deyil. Nisbətlər mövzusundakı misaldır. İş dəftərində. Deyir, sucağın tərəfləri 2, 3, 4 nisbətindədir. Biz bilirik ki, nisbət dediyimiz zaman 2x, 3x və 4x şəklində götürə bilərik. Deyir, onun ən böyük tərəfi 4x-dir. Ən kiçik tərəfinin fərqi, ən kiçik tərəfi də 2x-dir, 16 cm-dir. Yəni 2x bərabərdir 16, x bərabərdir 8-ə. Bunu tapdıq biz. Deyir, sonra üçbucağın perimetri neçə santimetrdir? Üçbucağın perimetri A üstə gələk B, üstə gələk C-dir. Yəni, mən x-i tapmışam. 2x-dan yola çıxaraq 2-ni 8-ə vurduğum zaman 16. 3x bərabərdir 3-ü 8-ə vurduğum zaman 24. 4x bərabərdir 4-ü 8-ə vurduğum zaman 32. Yəni, mənim üçbucağımın tərəfləri 16, 24 və 32. Variant da C variantı. Topladığımız zaman da edir 72. Çox maraqlı və əla suallardır. 43-cü sual. ABC üçbucağının ordinat oxuna nəzərən. Ordinat oxu biz bilirik ki, Y oxudur. Simmetrik fiqur qursaq S nöqtəsinin koordinatı neçə olar? İndi biz baxırıq ki, A-nın koordinatlarını tapmalıyıq. Fikir versiniz də -6, -5, -4-dür. X-imiz -4-dür. Y-imiz də müsbət 1-dir. B koordinatını tapırıq. Deməli, X -5-dir. Daha doğrusu -5, y-imiz isə 4. C-ni də buradan tapsaq, x-imiz -1, y-imiz 3-dür. Ordinat oxuna nəzərən simmetrikdən söhbət gedirsə, mənim y-im olduğu kimi qalır. X dəyişir. Əks işarə ilə dəyişir. O zaman A-ya yazıram 4, 1. B-yə yazıram 5, 4. C-yə də yazıram 1, 3. C də oldu 1, 3. İndi mən burada nədir? C nöqtəsinin koordinatı neçə olar? 1, 3 olar. Variant olaraq B variantı. Sonra 44. 44-cü misalda tənlikdir. -3 vurulsun -4x üstə gələk 16 bərabərdir 24-ə. Mötərizəni vurub açaq. 12x çıxılsın. Deməli 48 bərabərdir 24-ə. 12x bərabərdir 24 üstə gələk 48. X bərabərdir 72-yə. Bu da bərabərdir 6-ya. Variant deməli A variantı. 45-ə keçək. 45-ci sualda bizə nə deyir? Deyir ki, düz mütənasib asıllığın qrafikinə uyğun asıllıq düsturu aşağıdakılardan hansıdır? Gəlin birinci düz mütənasibliyin düsturunu yazaq. Y bərabərdir kx-dir. K mütənasiblik əmsalını tapmaq üçün mən y-imi x-ə bölməliyəm. X-i də buradan tapdığım zaman mən y-i bölməliyəm k-ya. Yenə də düsturları yazıram ki, sizin də yaddaşınızda təzələnsin. Mən baxıram ki, A-nın koordinatları 6 ilə 2 verilib. Yəni x bərabərdir 6-dır, y bərabərdir 2-dir. Mən buradan k mütənasibliyi tapa bilərəm. Y bölünsün x-dan 2 bölünsün 6 bərabərdir 3-də
1. Biz demişik ki, aldığımız K-nı gətirib Y-in birinci düsturunda yerinə yazmalıyıq. Y bərabərdir 3-də 1 X olmalıdır düsturumuz. İndi aşağıdakı düsturlardan hansıdır dediyinə görə variant da C variantı. 46-cı sual. Bilik yarışında iştirak edən 80 şagirddən 16-sı yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Deyir, yarışda iştirak edən şagirdlərin neçə faizi yarımfinalda iştirak edəcək? Yəni burada bizdən 80-dən 16-nı çıxmaq istənilmir. Həmən bu 80-nin demək 16-sı yarımfinal mərhələsində yarışda iştirak edən şagirdlər neçə faizi yarımfinalda iştirak edəcək? Yəni biz hissəni deyək ki, hissəni ədəd hissəyə görə faizin tapılmasıdır. Deyək ki, bölürük. 80-ə vururuq 100-ə. Daha doğrusu, yəni həmin biz hissəni bütöv hissəyə bölüb 100-ə vurmalıyıq. Faizə görə bu olur 20%. B bənd. 47-ci sualımız. Deyir, birinci qabdakı 200 milli məhlulun 20%, ikinci qabdakı 300 milli məhlulun isə 30% duzdur. İki məhlul qarışdırılarsa, bütün məhlulun neçə faizin duz təşkil edər? Gəlin biz birinci 200-ün 20%-ni tapaq. 200-ü vurarıq 20-yə, bölərik 100-ə. Deməli, bu edər 40 milli duz. İkincidə 300 millinin 30-unu deyirdi. 300-ün 30-u faizini tapanda bu da edəcək 90 millilitr duz. İndi bu deyir ki, iki məhlul qarışdırılanda. Yəni mən duzla duzu bir qarışdıracağam, məhlulları da bir qarışdıracağam. Bu da edəcək bu şəkildə 100 deməli 30 millilitr duz olur. 500 millilitr məhlul olur. Neçə faizini duz təşkil etdiyinə soruşur deyə 130-u böləcəyik. 500-ə vuracaq 100-ə. Bu da edəcək 20%, 26% daha doğrusu duz təşkil edir. Variant da A variantı. Sonra 48. Müştəri bank hesabına 7000 manat pul qoydu. 3 ildən sonra hesabında 8680 manat pul oldu. İllik artım faizi nə qədərdir? İllik artım faizinin düsturu mən necə deyirəm? Bax, illik artım faizi bərabərdir. Son məbləğ çıxılsın ilkin məbləğ bölünsün ilkin məbləğ vurulsun illərin sayı, bu da vurulsun 100 faizə. Bərabərdir. Son məbləğim nə qədərdir? Son məbləğim 8680-dir. İlkin məbləğim nə qədərdir? 7000-dir. Bölünsün ilkin məbləğim 7000-dir. Vurulsun neçə ildən söhbət gedir? 3 ildən söhbət gedir. Bu şəkildə yazdığımız zaman cavabımız olur 8%. Növbəti 49. Deyək ki, hansı iki nöqtə ordinat xəttinə paralel düz xətt üzərindədir? Xəttinə oxuna paralel düz xətt üzərindədir. Biz bilirik ki, ordinatımız nədir? Deməli, ordinatımız Y oxudur. Y oxuna paralellikdən söhbət gedir. Deməli, biz bilirik ki, Y oxuna Y ordinatdır burada. Paralel deyirsə, deməli, Y oxuna paralel olmaq, yəni bax bu şəkildə, bu hissələrdə, ya bu hissədə, yəni biri burada, biri burası paralellikdir də. Bu şəkildə olarsa, X oxunadır. Bu şəkildə olarsa, yəni bax belə olarsa, Y oxunadır. İndi gəlin baxaq. İndi burada biz baxdığımız zaman A-la H-da görünür. Burada variantlarda yoxdur. Bir də C ilə D görünür. Ona görə variant A. A variantı. C ilə D, C və D deməli bir-birinə paraleldir. Y oxuna nəzərə. Və sonuncusu 50-ci misalımıza da baxaq. Növbəti 50.
Deyir, qonşu bucaqların dərəcə ölçülərinin nisbəti 5-in 7 nisbətindədir. BOS bucağının dərəcə ölçüsünü tapın. Bizdə bilirik ki, qonşu bucaqların dərəcə ölçüsünün qonşu bucaqların, yəni cəmi 180 dərəcəyə bərabər olmalıdır. Yəni 5x üstə gələ 7x bərabərdir 180-ə. 12x bərabərdir 180-ə. Burada da x-i tapdığımız zaman deməli 15 edir. BOS-ni soruşduğu üçün mən yazaram 5x bərabərdir 5 vurulsun 15 75-dir. 7x-i da soruşduğu üçün 7 vurulsun 15 bərabərdir 105-ə. Buradan da bizdən BOS-ni buna nəzərən görürsünüz ki, daha kiçikdir də. Yenə də burada 105 də var, 75 də var. BOS buna nəzərən biraz balacadır. Yəni bucaq olaraq. Ona görə 75 D variantı götürülür. BOS-ni, yəni bura variant oldu, D variantı. Bu tapşırığımız da burada yekunlaşdı. Ümid edirəm ki, hər birinizə yararlı bir video olacaq.